Deməli, bugün keçəcək sistem inteqrasiyası və arxitektura. Bu düzdür, biraz high level bir şeydir. Yəni, kafanız qarışmasında. Prosta siz bu terminləri işləndə istəmirəm. Ekranı görürsünüz, bölüşmüşəm. Yo, görmürəm. Aha, nə deyirdim? Bu biraz çox yüksək səviyyəlidir, amma yenə də bilməyinizi istəyirəm, çünki sistemləmə işləndə belə qalasız ki, nə deyildi burada. Belə burada baxacağıq biz Kafka və Event Driven sistemlər, inteqrasiya arxitekturası, error handling və monitoring, middleware anlayışı, data flow və sistemlər arası əlaqəni. Sistem inteqrasiyası nədir? Sistem inteqrasiyası müxtəlif tətbiq və sistemlərin məlumat mübadiləsi apararaq birlikdə işləməsidir. Məqsəd məlumat paylaşımı, avtomatlaşdırma, təkrarlanan işlərin azaldılması, real-time məlumat mübadiləsi nə deməkdir? Ödəniş elədik. Bizim daxili sistemimiz var da və o sistemlərdən tutalım ki, SMS getməlidir müştəriyə. O məlumatın bazaya yazılması özü bir prosesdir. Vaxt aparan bir məsələdir. Bir vaxt məsələsidir də, belə deyim. Buna görə biz yəni Kafkadan istifadə edirik. Bu mesaj sistemidir. Hansı ki biz oradan mesajlaşırıq. Yəni nə mənada mesajlaşmaq? Sistemin də bir-birindən mesajlaşmağı var. Yəni bizim bu SMS-i göndərməkləri, telefona SMS gəlməyi hamısı bu sistemdən idarə olunur. Sistem inteqrasiyası müxtəlif tətbiq və sistemlərin məlumat mübadiləsi apararaq birlikdə işləməsidir. Məqsəd məlumat paylaşımı, avtomatlaşdırma, təkrarlanan işlərin azaldılması və real-time məlumat mübadiləsidir. Yəni, məlumatın daşınmasını avtomatlaşdırırıq biz Kafka ilə. İnteqrasiya nümunəsinə baxaq. Məsələn, mobil tətbiqdir, API gateway-dir, backend servisdir, ondan sonra database-ə ötürür bizim məlumatımızı. Event hadisə anlayışı. Event hadisə anlayışı event sistemdə baş verən hər hansı bir hadisədir. Məsələn, istifadəçi qeydiyyatdan keçdi, kartla ödəniş edildi, yeni sifariş yaradıldı, SMS göndərildi, məhsul stokdan çıxdı. Bu hadisələr sistemə məlumat verir ki, nəsə baş verdi və digər sistemlər buna uyğun reaksiya verə bilər. Real həyat nümunəsinə baxaq. Domino effekti kimi düşünün. Birinci daş yıxılır, digərlər də hərəkətə başlayır. Sistemdə də eyni məntiq işləyir. Sifariş yaradıldı hadisəsi baş verir və bundan sonra müxtəlif sistemlər işləməyə başlayır. Event Driven Architecture nədir? Salam, gəlin. Bu günləri şeydən danışırıq. Aylaşın. Mesajlaşma sistemi. Sistem necə, məsələn, bizə SMS göndərir, necə olur ki, baş verir ödəniş və bizim telefonumuza SMS gəlir. Hamısı bu arxitekturadan söhbət gedəcək. Düzdür, bu biraz yüksək səviyyədədir. Amma belə deyim, yəni eşidəndə biləsiniz də bu nədir. Bunun üçün öyrənirik. Event Driven Architecture nədir? Ənənəvi sistemlərdə proqramlar bir-birini birbaşa çağırır. Order service, payment service, SMS service. Bu halda bütün sistemlər bir-birindən asılı olur. Event Driven sistemlərdə isə belədir. Order service, order created. Yəni işləyən servisdən sonra cavab gəlir ki, created oldu. Event Driven Architecture nədir? Kafka məsəl üçün payment, SMS, email, warehouse. Order service sadəcə hadisəni yayımlayır. Digər sistemlər həmin hadisəni dinləyərək öz işlərini görürlər. Bu yanaşma sistemləri bir-birindən müstəqil eləyir. Yəni gedən bir sistem var, bir arxitektura var, hansı ki orada Kafka payment, SMS, email və digər məsələləri işlədir. Kafka nədir? Gəlin baxaq. Kafka order service sadəcə hadisəni yayımlayır. Digər sistemlər həmin hadisəni dinləyərək öz işlərini görürlər. Bu yanaşma sistemləri bir-birindən müstəqil eləyir.
İnteqrasiya nədir? Kafka yüksək performanslı mesaj broker platformasıdır. Onun əsas işi sistemlər arasında mesajları qəbul etmək, mesajları saxlamaq, lazım olan sistemlərə ötürmək. Kafka mesajları itirmədən milyonlarla mesajı emal edə bilər. Təsəvvür edin ki, bizim nə qədər transaksiyalarımız var. Gündə hamı kimə pul göndərir. Nə bilim, bəlkə də 9 milyon varsa onun yarısı pul göndərir bir-birinə hər gün. Bu məlumatı daşıyan bir sistem var. Bu həminki Kafka adlanır. Kim daşıyır bu məlumatı? Ancaq istifadə olunur bank sistemləri, sığorta, e-commerce, telekom və sosial şəbəkələr. Niyə inteqrasiya lazımdır? Topic Kafkada mesajların saxlandığı kanaldır. Məsələn, order created, payment success, user created, SMS sent. Producer mesajı topikə yazır, consumer həmin topiki dinləyir. Gəlin bu axını görək. Flow of Kafka and producer. Göstərmiş. Hə. Baxın, gördüyümüz kimi real time şəklində mobil fondan, kompüterdən, device-dan producerə məlumat gəlir, Kafka onu oxuyur, consumer, Kafka Streams, SQL ilə email, phone, database yazır, müxtəlif actionlar həyata keçirir yəni. Bu bizə database-də lazım olur. Yəni, bütün bu daşınmaların həyata keçdiyi arxitekturadır bu. Gəlin baxaq real bank nümunəsinə. Hə, real bank nümunəsində necədir? Müştəri kartdan ödəniş elədi post terminalından, düzdürmü? Yaxınlaşdırdıq, pul çıxdı bizdən. Getdi o core bankingə düşdü, yəni bazaya. Bazaya düşəndən sonra Kafka oxudu, Kafka SMS-ini göndərdi, mobile app-də yarandı. Bu saniyələr ərzində baş verir ha. Biz məsələn telefonun 2 dənə düyməsini, bu birisi nədir? NFC-sini vururuq, yaxınlaşdırırıq, gəlir kapitaldan da. Neçə saniyə çəkir o maksimum? 2 saniyə, 3 saniyə. Görün arxada nə qədər proses gedir. Gedir, core bankingə yazır, oradan yazır Kafkaya, oradan SMS gəlir, oradan mobile app-ə gedir, sonra fraud sistemə gedir, analytics-ə gedir, ondan sonra gəlir çatır bura. Yəni databazaya yazılır. Heç bir əməliyyat birini birbaşa çağırmır. Yəni ardıcıl baş verir bu əməliyyatların hamısı. Gəlin baxaq inteqrasiya nədir? İnteqrasiya müxtəlif sistemlərin bir-biri ilə məlumat paylaşmasıdır. Məsələn, mobil tətbiq, bank sistemi, CRM, ERP, ödəniş sistemi hamısı məlumat mübadiləsi edir. Gəlin baxaq, niyə inteqrasiya lazımdır? Əgər inteqrasiya olmasa, məlumat təkrar yazılar, səhvlər artar, vaxt itirər, istifadəçi narazı qalar. İnteqrasiya sayəsində məlumat avtomatik ötürülür. Sistemlər sinxron işləyir. Ən çox istifadə olunan inteqrasiya üsullarına gəlin baxaq. REST API, keçmişdik biz bunu, real time sorğu, mobile app, API, database. Gəlin mesaj queue-suna baxaq ki, hansı ki asinxron işləyir. Yəni servis A-dan Kafkaya yazılır, o da servis B-yə işləyir. Biz keçmişdik asinxron və sinxron. Asinxron nədir? Sinxron nədir? Yadınıza salaq. Asinxron o idi ki, bir-birini işləməyə ardıcıllıqla gözləyir. Sinxron yəni hamısı paralel işləyir. Database integration-da bir sistem digər sistemin database-ini oxuyur. Çox tövsiyə olunmur bu inteqrasiya. Sinxron və asinxrondan isə gözləyib, sinxronda isə A B-yə ötürür, B də cavabı gözləyir. Gəlin baxaq sinxronla asinxrona. Yəni WhatsApp mesajı kimidir. Göndərsən qarşı tərəf sonra oxuyur. Amma sinxron telefon zəngi kimidir, birbaşa gedir o. Mən təkrar düşüb.
Gəlin baxaq onlayn mağazadan sifarişə. Mobil tətbiqdən order servisi çağırırıq, o Kafkanı çağırır, Kafka stoku yoxlayır, sonra payment olur, sonra müştəriyə delivery olur və SMS işləyir. Görürsünüz, hamısı paralel işləyir. Yəni mobil tətbiq və sifariş arasında olan hissə paralel şəkildə gedir. Gedir, hər şeyi yoxlayır, sonda bir nəticə gətirir. Error handling nədir? Baxın, error handling proqramda yaranan səhvlərin düzgün idarə olunmasıdır. Məqsəd sistem dayanmasın, istifadəçi düzgün məlumat alsın, problem araşdırıla bilsin. Yəni error handling bunun üçün lazımdır. Tez-tez işləyəcəksiniz bunu şirkətlərdə. Ən çox rast gəlinən səhvlər. Database bağlantısı yoxdur, API cavab vermədi, network problemi oldu, yanlış məlumat göndərildi və timeout baş verdi. Görürsünüz, bəzən serverlər çökür, timeout baş verir, nə bilim, dayandı sistem, nəsə çökür də. Bu error handling və monitoringin olmamasından irəli gəlir ki, hansı ki bu yoxdur deyə, yəni bunlar baş verir. Gəlin baxaq, retry mexanizmi nədir? Bəzən sistem ilk dəfə cavab vermir. Request, fail, retry, success. Bu mexanizm xüsusilə Kafkada çox istifadə olunur. Yəni, əgər fail alırsa, yəni sistem dayanıbsa, o gətirib sənə faili göstərmir. Təzdən dəfələrlə success alana qədər retry eləyir. Bir də yoxlayır, ta ki sənə düzgün cavabı gətirənə qədər. Dead letter queue nədir? Əgər mesaj dəfələrlə işləmirsə, onda dead letter queue-ya düşür. Problemli mesaj ayrıca saxlanır, digər mesajlar işləməyə davam edin. Bunu siz necə başa düşün? Belə deyim. Bir dənə dövr eləyən sistemdir. Dövr elədi, bunu emal eləyə bilmədi də, buradan yeni məhsul istifadə eləyə bilmədi. Orada dead letterə atır, dead letter queue-ya. Dead letter queue-da onu saxlayır, digər işləməyə davam eləyir digərləri. Monitoring nədir? Monitoring sistemin sağlamlığını izləyir, izlənilən göstəriciləri CPU, RAM, error sayı, response time, Kafka lag, API uğursuzluqlarıdır. İstifadə olunan alətlər Grafana, Prometheus, Elk-Stack, Kibana, SP-Lang, Datadog. Gəlin Grafana ilə Kibanaya baxaq. Ən çox istifadə olunan bunlardır. Məsələn, monitoring dashboardları da bunlar. Baxın, girirlər, baxırlar buradan sistemə ki, sistem nə qədər işləyir, hansı IP hardadır, yəni düşübmü, düşmüyümü. Görürsünüz, burada göstərir. Bu Grafanadır. Kibana da budur. Hansı ki Elastic'in firmasıdır da, yəni. Qeydiyyatdan keçək. Açılmadı bu. Neyse, bu açılsın. Yəni belə bir platformalardır, hansı ki bunlardan istifadə edirlər monitoring üçün. Middleware nədir? Middleware iki sistem arasında vasitəçi rolunu oynayan proqram qatıdır. Sistem A, middleware, sistem B o məlumatı qəbul edir, emal edir və digər sistemə ötürür.
Middleware nə edir? Məlumatı çevirir, formatı dəyişir, autentifikasiya edir, log yazır, təhlükəsizliyi təmin edir, mesajı yönəldir. Gəlin real nümunəyə baxaq. Mobil tətbiqi açdıq, middleware işlədi, core bankingə yazıldı və database çağırıldı. Mobil tətbiq heç vaxt birbaşa DB-yə qoşulmur. O middleware vasitəsilə qoşulur. Kafka, RabbitMQ, Apache Camel, bu da bunun məşhurlardır. RabbitMQ, Apache Camel. RabbitMQ. Baxın, burada belə göstərir, yəni özünü bunlardır. Yəni bunu qoşanda artıq biz görürük ki, nə harda necə işləyir, nə ilə bağlıdır. Bu data hissəsidir bizdə. Data flow nədir? Data flow məlumatın bir sistemdən digərinə necə hərəkət etdiyini göstərir. Source, processing, destination kimi. Real bank nümunəsinə baxın. Baxın, ATM-lərə gedirik, pul çəkirik, düzdürmü? Getdik, kartı saldıq, pulu çəkdik. Pul çəkəndən sonra o core bankingə məlumatı ötürür, Kafkaya yazır, fraud sistemi çağırılır, SMS göndərilir mobile appə və data warehouse-a data yazılır ki, falan ATM-dən pul çəkdi. Məlumatın həyat dövrünə gəlin baxaq. İstifadəçi əməliyyatı eləyir, API qəbul edir, business logic işləyir, database yazılır, Kafka event yaranır, digər sistemlər məlumatı alır, log yazılır və istifadəçiyə cavab göndərilir. End-to-end data flow-suna baxaq. Baxın, user mobile app, API gateway, order service, database, Kafka. Yəni payment-la notification bir işləyir, sonra SMS servis və warehouse və analytics. Gəlin sizə bunu şeylə göstəreyim. Video ilə. Təsəvvürünüzdə canlansın. Kafka. Хотите работать с Python проще и эффективнее? PyCharm. Все, что нужно для работы с Python. Одна IDE. If you've been hearing about Kafka, but you don't understand what it is and why all the hype, let me clarify for you. Imagine we're building an e-commerce application called StreamStore, and we Baxın, bir belə deyim, Stream Store-umuz var. Yəni müxtəlif işləri görən bir application'ımız var. have some microservices handling payments, orders, inventory, Bizim bu Microsoft servisimiz işlədir. Ödəniş, inventarlar, hansı ki o alətlər, orderlar, and so on. sifarişlər. And when something happens in our application, like customer places an order, it's like dominoes, where a chain reaction of updates and events by other services get triggered. Like stock needs to be updated in the database. Now that Deyir ki, bizim bu səbətdə nəyisə atmağımız, almağımız sistemi trigger eləyir, yəni çağırır. Biz onu alan kimi sistem trigger olur. we sold some of it, a notification or confirmation email needs to be sent to the customer, an invoice needs to be generated with the right Görürsüz? Bu, məsələn, Trendyoldan ayaqqabı alıram da, çıxır da o stokdan, düzdür? Biri çıxdı stokdan, girdi mənim hesabıma. Stokdan birini götürdüm. Bu inventory oldu. Update getdi stokun bazasına ki, birini səbətə atıblar. Adi biz səbətə atıb heç almasaq belə, o update də gedir, bazada saxlanılır və sütunda saxlanılır. Məsələn, belə olur da. Yazın whiteboard'a.
Baxın, belə cədvəllər olur. Oy. Necə siləm? Belə bir cədvəllər olur. Və burada məsəl üçün status olur. Məsələn, burada tutaq ki da malın ID, order ID deyək də, order ID olur. Nə bilməyəm, burada rəngi olur. Color color deyək. Sonra burada marka olur. Marka. Sonra belə sütunlar olur. Məsəl üçün. Order ID 123. Color red məsələn. Bunu yazmaq deyəydim. Niyə belə yazılır bu? Hə, color red. Silək. Deyək color red, order ID 123, marka Nike, status. Görürsünüz, burada statusdur. Mən bura paid yaza bilərəm, yəni ödənmiş. Sonra unconfirmed yaza bilərəm, yəni hələ təsdiqlənməmiş. Confirmed. Sonra yaza bilərəm confirmed, yəni təsdiqlənmiş. Sonra cancelled yaza bilərəm, alıb geri qaytarıb. Yəni bu kimi statusları yaza bilərəm bura. Right, sales tax and sent per email to the Baxın, inventar çıxdı. Gəlir Trendyoldan notification gəlir də, düzdürmü bizə ki, sifarişiniz qəbul edildi, düzdür? Və bizim bir dənə invoice'umuz formalaşır, yəni fakturamız. customer. Maybe revenue and sales data needs to be updated Bu yazdı analitikaya. Yəni analitiksə getdi o ki, yəni bu adam bunu aldı. on our sales dash. Bəli, dediniz, səbətə atanda da inventorda update gedir. Tutaq ki, sonuncu bir dənə qalıb. Siz də səbət atırsınız, mən də atıram. İkimiz də ata bilirik o səbət. Amma nə kimi update gedə bilər? Eyni anda, yox, biri o birisindən saniyə fərqlənir. Mütləq şəkildə. Saniyə fərqlənir, yəni ikimiz də ata bilirik. Çünki o alınmayıb axı. Sadəcə Bir dənə qalıb, bir dənə. biriniz ata bilirsiniz onun səbətinə. Onda mən girdim Trendyol'a, hansısa məhsula atdım səbətə. Heç kim ala bilmir, mən də almıram. Hə, qalıb orada. Mən bir-iki dəfə eləmişəm onu özüm yoxlamaq üçün ki, görüm nə olacaq. Yəni o statusu olur o kiminsə səbətində, hələ ki mənim səbətimdədir də o. O nə vaxt ki o səbətimdən statusunu çıxartsam, orada qalacaq. Stokda bir Hə, olur. Elə olur. Mən çünki birini qalmışdı. Mən qorxdum ki, satılacaq bu. Gördüm mən 1 ay saxladım səbətdə, elə də bir dənə məndə qaldı o. Yox, sizdə qalır. Mən bilmək istəyirəm ki, sonuncu məhsuldur da. Sonuncudur idi, hə, bir dənə qalmışdı. Onu atdım səbətimə. Onu atsam heç kim ala bilmir. Ala bilmirdi, yox. Çünki mənim səbətimdədir o, mən çabuk davranmışam. Mən illərlə saxladım, o da sata bilmədim. Hə, illər yoxdur, yəqin orada deadline var da, orada çıxacaq. Məsələn, mən 1 ay saxlamışdım, qalmışdı. Heç kim də ala bilmirdi, bitmişdi. Yazdı, tükənib. Mən səbətə elə bilirdim ki, bu elə bir yaddaşa yazmaq kimi saxlayırsan. O müəllif girir orada, yəni status kimi onu qəbul edir ki, falan kəsin səbətindədir. Yəni rəsmiləşməyə bir addım qalıb da, ala bilər bu. Səbətə atılmış müştəri potensial müştəridir ümumiyyətlə. Mən elə yığım səbətə baxıram, sonra misal üçün da. Amma görsən, hansısa alma ehtimalın çox yüksəkdir, nəinki səbətə atmayandan. O yadımdan çıxmasın deyə atıram.
Su için. Orada da böyle fil şey var. Aha. Devam edelim. Dashboard, and so on. Now, we are a small startup, so we are starting with the simplest, straightforward microservices architecture, where the microservices just call each other like the Baxın. Balaca bir startupın çox deyəndə belə incə olan arxitekturası. order service would say, hey, all you guys, we just closed an order, go update your stuff accordingly. Görürsünüz, bu kodda belə yazılır ki, yəni asinkron funksiya işləyəcək, inventory service, payment service, notification service, sonda error alacaq. It all worked great at first, but suddenly we become a hit and people are loving our store, or we just announced Black Friday sales and our store is getting hundreds of thousands of customers, which is amazing, but Deyir Black Friday-də özünüz də bilirsiniz ki, milyonlarla adam alış-veriş eləyir, sistem yüklü. suddenly our application starts crashing. This is crazy. There's one design that everyone is using. Same layouts, same fonts. How can customers... Everything is slowing down. Users are sitting in front of loading screens because our architecture Deyir ki, görürsünüz sistem donur. Adi ipotekanın səhifəsinə adamlar çox girir deyə sistemi dondururlar. Bu hamısı arxitektura ilə cannot əlaqəlidir. handle this load. We get in panic because we are losing sales every minute. Our architecture that looked pretty clean and straightforward on the whiteboard becomes a nightmare. So here is what's happening in the background. First of all, we have Deyir ki, satıcılar milyonlarla alverini itirirlər bu dayanmaya görə. Burada nə yaranır? what's called tight coupling between the services, which means when the payment service goes down, for example, because some API in the background isn't responsive, or the service itself just crashes under load, Və bu order-də, notification, inventory-də, analytics-də, payment təsəvvürün servislə qurulub da. Request atır, təzədən response gözləyir ki, cavab gəlsin, onu request atır, response atır, gec işləyir də bu. Bu belə olmaz axı. Ona görə Kafka yaranıb ki, tez işləyən kimi API SMS send olsun. and when that happens, our entire order process freezes. We have synchronous communication, so each order feels like a game of dominoes. One slow service and everything backs up. And as I said, during peak times, customers are literally ona kömək eləyir ki, step by step idarə eləyir, yəni addım-addım. Yəni artıq tez düşür və hər şey satışlar artır. staring at loading screens. And we also have lots of single points of failure, which means a 10-minute inventory service outage meant Deyir ki, hər 10 dəqiqədə gecişləyən saytlarda 2 saatlıq bir dayanma olur hər 10 dəqiqədə. 2 hours of order backlogs and countless lost sales. And we're also losing a lot of analytics data. When the analytics service goes down for an hour, we're losing
və bu dayanmaya görə analitika toolu datanı yaza bilmir. Important Black Friday sales data. After another hectic and chaotic week, we thought, what if we redesign the system so that the orders flow through the system? Biz burada nə edirik? Redesign edirik sistemi. Yəni gedirik dibinə ki, bu nətər ola bilər belə. Bunu düzəltmək lazımdır. Arxitekturasını düzəltmək lazımdır. Like items on a conveyor belt. Instead of our current game of hot potato, and instead of apps calling each other directly and waiting for reply, we remove that tight coupling. We basically make space between them and introduce a tool that sits in the middle and acts as a broker. Think of it as a post office. When you order something online, the sellers don't come knocking on your door to deliver package themselves. They Fikirləşin ki, bir poçt ofisidir də belə. Satıcı ilə alıcı arasında. hand it over to the post office or some middleman to deliver your package. Or if you are returning your purchase or sending a package to someone, you don't fly to their place to give them the package in person. Post office has this infrastructure and handles the processing. So Kafka is like the mail delivery service or post office, which sits in the middle. So now the order service goes to Kafka and hands over a package called event that says, hey, order was made for this customer for Deyir ki, Kafka bu ortada olan poçt ofisidir. Hansı ki, hadisəni qeydə alır və yazır onu Kafkaya. for these products. And here are all the details. Please make this information available for anyone who needs it to update and do stuff in the background. Bye. And it just basically goes back and continues its work. And an event looks like this, with very simple structure, with key value pair. Bu eventlərində indi sizdən istəyəcəklər də, əgər Kafka ilə işləyən sistemlər sizsə. Deyəcəklər Kafkanın request bodysini, response bodysini at məsəl üçün. Və orada onun da key value parametrləri olur. Onun da request bodysi olur. Nələri yazmalıdır consumerdə, nələri yazmalıdır producerdə. Vaxtı olur. Məsəl üçün bu onun tərkibidir. Deyir ki, event record eləyir, hadisə yəni yazır, nəsə baş verəndə biznes tərəfdə. Məsələn, həmçinin rekord və mesajı eyni anda çağıra bilir. Yəni həm yaza bilir, yazır, arxivləyir, həm də mesajı göndərə bilir. And metadata information. So the order service does not need to wait there to make sure that the others actually got the information. It can trust this broker that it will be delivered to the right services, and all this will happen in the background. Like in the post office, you just drop off your package and go home. You don't wait there sitting and checking whether they actually shipped the package or not, because you know they will take care of the rest. And Deyir ki, poçt ofis gəlir, oxuyur mesajı və yazır. the order service that gives that information to Kafka, or basically a service that produces this event and hands it over to Kafka, is called a producer, because it produces events. And in code, Baxın, bunlar prodüserlər adlanır, hansı ki Kafkaya mesajı gətirir. this is how it would look like using Kafka Producer API. So in JavaScript or Java Görürsünüz, bunun lokal hostu, portu olur, ünvanı olur. Yəni datanı hardan daşıyıb, hara yazacaq, hansı məlumatdan gələcək. code, you basically use that API to create an event and give it to Kafka. Long flight? Sorry? From India. Long flight, right? Like 17 hours or something? I'm from New York. Right, right. Originally, though. First interview? No. Just so you know, this. Now, where does this information or these events get saved when producers of those events give them to Kafka? Because we have a bunch of other services like inventory, payment, and so on that also produce certain events and hand it over to Kafka with all the information that other services may need. When inventory gets updated or the payment service says that the payment just failed, and so on. So do all these events from different producers get dumped into a giant bucket in Kafka, or are Deyir, bütün eventlər bir səbətdə yığılır. Məsəl üçün, fail ola bilər, success ola bilər, hər bir statusda olan eventlər bir səbətdə yığılır və özünü belə göstərir. they organized somehow? If we had one big bucket handling all the writes and reads, it will not be very performant, right? It's like having one single queue in the post office. So if Görürsüz, bu queue'dur, növbədir.
Yəni o Kafka'nın o servisləri var ya, oxuyur, yazır. Bunlar yəni bizim ödənişlərimizdə hamısıdır. Bunlar hamısı sıraya düzülür, bir-bir oxunur da, dirə bir-bir. Bir-bir oxunur. Buna Kafka Q deyirlər. If whether sending a letter or package or picking up your delivery, everyone would be standing in the same Hər biri queue. bu consumer Instead, fikirləşir, imagine- bu adamlar öz bağlamasını götürür, gedir. Gəldi, oxudu, məlumatı getdi, harası yazdı. Gəldi, oxudu, məlumatı getdi. Imagine that yazdı. post office will add sections with their own queues, like a section for letters, another one for large packages, and so on. So Kafka has what's called topics to group the same type of events. So for example, order service will write events to orders topic. The payment service may update payments topic, and so on. Now, how do those Hərəsinin özünün topik olur, yəni mövzusu olur, içəriyi olur. topics get created or who defines them? Well, just like you define a SQL schema for your database based on what your application needs and what objects you have, you as an engineer decide how to group these events in Kafka in what topics. So now that the order service added an event to the order's topic, what happens next? That event may trigger other actions like updating Gəldi, bunu yazdı, oxudu daha doğrusu ki, sifarişdir. Yəni bu order artıq növbəti action eləyəcək. Hansı ki gedib stoku update eləyəcək database-dən. stock in the database because we just sold something, or sending notification to customer, or updating invoice and sales status. Plus, what other topics may exist that would need an event data entry as a result of an order, which will in turn trigger other actions. So, how does all that get handled? Well, on the other side of events, we have consumers, basically microservices who are subscribed to these different topics. And whenever a new event happens and gets added to this topic, all consumers who are subscribed get notified by Bu prodüserdir, məlumatı gətirən. Bu da məlumatı yazır, consumerdir, götürüb Kafka, götürəndə. and they then Orada do notification their stuff. event In this case, götürüb we işləyir. have 3 microservices that subscribe to the order event. Notification service will see that a new order event was added, which means an order was placed in our application, and based on the payload of that event, it will send a confirmation email to the customer and maybe a purchase notification to your email. Then an inventory service may update the database by updating the stocks of every product. Yəni ümumiyyətlə bütün bu proseslər, bu prodüser və bu consumer oxudu, yazdı və database-ə məlumatı ötürdü. Product will video or now since we are when the database event basically is a result of which product steps and others where your service is up Hə. Baxın, Kafka prodüser gəldi, orderı yazdı, stream app'i onu stream elədi. Sonra proceed data sales Kafka consumer-dən çıxdı. updating Yəni, and constantly those changes stream a and order seeing and constantly Bu da yenə də key value cütlüyündən with ibarət. every threshold this will print the orders on them and do all teams because drive it performing and process without compromising the performance. Yəni bu sistemin işləməyi, performansı, dayanıqlığı o qədər vacibdir ki, yəni bunun üzərindən milyonlarla ödənişlər keçir, milyonlarla paralel işlər görülür, sifarişlər verilir. Ona görə dayanması mümkün deyil. Dayansa We edit section so suddenly we would add Anas, JSON, Asia, that overloaded to help out. So suddenly are like letters, large packages, small packages, and so on. Partitions are Gəlin bax, belə maraqlı bir bənzətmə var burada. Post ofisi, məktublar, böyük paketlər və xüsusi paketləri var, məsəl üçün əlində. before Christmas, the letters section get overloaded Miladdan öncə bunlar öz ünvanlarını because çatmalılar, everyone's yeni ildən sending öncə. letters to Santa. Well, sadly that doesn't happen, but if it did, we would add more workers in that section, but not just randomly. Instead, you say Anna processes letters going to Europe, Steve handles letters to US, Jay handles ones to Asia, Deyir biri Avropaya, o biri Amerikaya, o biri də and so Asiyaya on. göndərir. Same way in Kafka, in the orders topic,
you may create EU orders partition, US orders, Asia orders, and so on. And again, you would decide how to partition your topic as part of your schema design. Now let's think about the consumer side. Partition. What about even if you serve bird, and that's where consumer those post office workers are being super quick and are delivering them to the recipient, but he's getting buried under the pile. But we need some people helping. Sual Anna'dan. Anna nə idi? Avropa. Aparır, Anna məlumatını Avropaya göndərir. Götürür, məsələn, bu ortadakından onun məlumatını Asiyaya göndərir. Götürür bundan UK-yə göndərir. Yəni, bu cür işləyir. Yəni, hər kəsin öz yeri var, o da qabaqcadan bilinir. Yəni, Kafka brokerlərə də baxaq. For fault tolerance. Even if something happens with the disk, the data is stored somewhere else. Delete messages after consumption. You can post office record keeping, Kafka for those example messages who are the want to watch it. Continue when Kiwi need to convert to keep track of. Yəni ümumiyyətlə bu sistemlər hamısı belə deyim, məlumatı daşımaq üçün istifadə olunur. Biz 1 saniyədə elədiyimiz ödənişlərin arxada görürsünüz də nə qədər sistemdə işləri görülür. Belə bugünlük dəymən kaydı dayandırım. Sualınız var. Nərmin